Qoç bürcü 1 noyabr 2025-ci il. Ətrafınızdakı insanlar bugün adi haldan daha çox işinizə qarışa bilər. Bu sizi bir qədər əsəbləşdirə bilər. Ancaq mənfi emosiyaları idarə etmək, mümkün qədər mehriban reaksiya vermək vacibdir. Bu, açıq münaqişədən qaçmağı kömək edəcək. Başqasının enerjisini faydalı istiqamətə yönəltməyi bacarsanız, həm siz, həm də onlar üçün daha məhsuldar nəticələr əldə ediləcək. Maliyyə məsələlərində ehtiyatlı olun. Gün bir çox cazibələr gətirə bilər. Ani istəklərinizi həyata keçirmək üçün xeyli pul xərcləmək riski yaranar. Sonradan bu qərara görə peşman olmamaq üçün planlaşdırılmamış alış-verişlərdən uzaq durmaq və lazımsız xərcləri azaltmaq daha yaxşıdır. Buğa bürcü 1 noyabr 2025-ci il. Bugün uzun müddətdir sizi yoran işləri bitirmək, çoxdan planlaşdırdığınız layihələrə yekun vurmaq üçün əlverişlidir. Gördüyünüz işlərin nəticəsindən ümumilikdə razı qalacaqsınız. Özünüzü tənqid etmək istəsəniz belə, ətrafınızdakı insanlar sizə işinizin əslində çox uğurlu olduğunu göstərəcəklər. Gözlənilmədən pul gəlirləri mümkündür. Bu çox güman ki, əvvəllər gördüyünüz işlərin qarşılığı olacaq. Həmçinin bir vaxtlar kömək etdiyiniz bir şəxsdən minnətdarlıq əlaməti olaraq qiymətli bir hədiyyə ala bilərsiniz. Əkizlər bürcü 1 noyabr 2025-ci il. Yeni işlərə başlamaq üçün çox münasib gündür. Uğur qazanmaq şansınız böyükdür və gözlənilməz çətinliklər sizi dayandıra bilməyəcək. Uğur qazanmaq üçün müxtəlif üsullar sınaqdan keçirməkdən, improvizasiya etməkdən çəkinməyin. Zəngin təxəyyülünüz sayəsində rəqiblərinizi geridə qoyacaq, sizə qarşı olanları isə təsirsiz hala gətirəcəksiniz. Ünsiyyət xoş, səmimi keçəcək. Həm köhnə, həm də yeni tanışlarla. Ola bilər ki, bugün həmfikirlər, dostlar və hətta yeni bir romantik münasibət tapasınız. Xərçəng bürcü 1 noyabr 2025-ci il. Bugün sürprizlər, gözlənməz hadisələrlə dolu olacaq. Planlara əməl etmək çətin ola bilər. Çox güman ki, hərəkət zamanı improvizasiya etməli olacaqsınız. Bəzi xərçənglər bu səbəbdən gərginlik hiss edəcəklər. Amma yanlarında onlara dəstək olmağa hazır insanlar olacaq. Ətrafınızdakı insanlarla münasibətlərinizi təhlil etmək faydalı olar. Ola bilsin ki, kiminlə nəyi anlaşa bilmədiyinizi başa düşəsiniz. Münasibətlərinizi düzgün istiqamətə yönəltmə qərarına gələsiniz. Şir bürcü 1 noyabr 2025-ci il. Günün hadisələri sizə uğur gətirəcək, amma nəticələri dərhal əldə etməyəcəyiniz üçün səbirli olmalısınız. Bəzi şirlər iş və ya bizneslə bağlı yeni ideyalar tapacaqlar. Bu fikirləri etibar etdiyiniz insanlarla paylaşmaq faydalılar. Onların məsləhətləri işinizi asanlaşdıracaq. Ətrafınızdakıların kiçik zəifliklərinə anlayışla yanaşın. Bu münasibətləri qorumaq üçün vacibdir. Köhnə mübahisə mövzularını kənara qoyun. Daha çox söhbətlərə üstünlük verin. Qız bürcü 1 noyabr 2025-ci il. Bugün ciddi işlər üçün çox münasibdir. Əgər diqqətinizi toplasanız, həm özünüzə, həm də başqalarına fayda verəcək nəticələr əldə edəcəksiniz. Bəzi qızlar ədalətin bərpası və ya ehtiyacı olanlara yardım məqsədi ilə şəxsi işlərini təxirə sala bilərlər. İşgüzar münasibətlərdə dəyişikliklər mümkündür. Əvvəllər sizi qiymətləndirməyən insanlar indi dəstəyi təklif edə bilərlər. Uzun müddətli planlar qurmaq, məqsədləriniz üçün etibarlı tərəfdaşlar tapmaq üçün uyğun gündür. Bundan əlavə yeni və faydalı biliklər qazanmaq ehtimalınız yüksəkdir. Tərəzi bürcü 1 noyabr 2025-ci il. Bugün işlər əvvəlkindən daha çox olacaq, amma bunları məmnuniyyətlə yerinə yetirəcəksiniz. Uğurlu layihələrə qoşulmaq şansı var və bu karyeranızda yeni mərhələnin başlanğıcı ola bilər. Köməkləşdiyiniz insanlar yeni də sizə dəstək verəcəklər. Qarşılıqlı anlaşma və minnətdarlıq münasibətlərinizi daha da möhkəmləndirəcək. Müqavilələr bağlamaq, uzun müddətli əməkdaşlıq barədə razılaşmaq üçün əlverişli gündür. Əqrəb bürcü 1 noyabr 2025-ci il. Bugün uğurlu olacaq və bunun əsas səbəbi sizin təşəbbüskarlığınızdır. Qarşınıza çıxan imkanlardan maksimum istifadə edəcək, başqalarının qorxduğu yerdə irəli gedəcəksiniz. Bəziləriniz riskə getmək qərarına gəlsə də, hər ehtimala qarşı geri dönmək üçün yol saxlayacaqsınız. İşgüzar görüşlər və rəsmi müraciətlər uğurla nəticələnəcək. Sənədləşmə işləri gözlədiyinizdən tez bitəcək. Yeni biliklər qazanmaq üçün çox münasib gündür. Öyrəndikləriniz gələcəkdə sizə böyük fayda verəcək. Oxatan bürcü 1 noyabr 2025-ci il. Yeni işlərə başlamazdan əvvəl köhnə məsələləri tamamlayın. Nəticələrinizdən əmin olun. Bu keçmiş səhvləri təkrarlamamağa kömək edəcək. Müttəfiqlərlə kiçik fikir ayrılıqları mümkündür, amma bu əməkdaşlığa zərər verməyəcək. Alış-verişdə tələsməyin. Gözlədiyiniz gəlirlər bir qədər gecikə bilər. Ətrafınızdakı insanlarla münasibətlər harmonik olacaq. Ehtimal var ki, romantik hisslər oyansın və yeni bir sevgi macərası başlasın.
Oğlaq bürcü 1 noyabr 2025-ci il. Bugün işgüzar əlaqələr qurmaq üçün çox münasibdir. Yeni tərəfdaşlar, etibarlı əməkdaşlar tapmaq şansınız yüksəkdir. Çətin məsələlərin həllində uğurlu olacaqsınız. Əvvəllər çıxılmaz görünən vəziyyətlərdə düzgün qərarlar verə biləcəksiniz. Maliyyə baxımından da gün uğurlu keçəcək. Ya borclar qaytarılacaq, ya yeni sərmayə təklifləri alacaqsınız. Kiçik ailə fikir ayrılıqları tez bir zamanda həll olunacaq. Yumor hissinizi itirməmək vacibdir. Dolça bürcü 1 noyabr 2025-ci il. Gün çox məhsuldar olacaq. Bəli, əziyyət çəkməli olacaqsınız, amma bu səylər qarşılıqsız qalmayacaq. Karyerada irəliləyiş, maliyyə baxımından mükafat mümkündür. Yeni tanışlıqlar qurmaq da uğur gətirə bilər. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər hiss olunacaq. Yaxınlarınız sizi dəstəkləyəcək və xoş xəbərlər paylaşacaqlar. Gözlənilməz səfərlər belə uğurla nəticələnəcək. Balıqlar bürcü 1 noyabr 2025-ci il. Bugün maraqlı və vəd dolu olacaq. Yeni işlərdə arsa ilə böyük uğurlar qazana bilərsiniz. Güclü intuisiya sizə doğru qərarlar verməyə, düzgün tərəfdaşlar seçməyə kömək edəcək. İşgüzar danışıqlar uğurlu keçəcək. Siz özünüzü inamla təqdim edəcək. Başqalarına müsbət təəssürat yaradacaqsınız. Əlaqələr qurmaq üçün münasib gündür. İştirak etdiyiniz tədbirlərdə diqqət mərkəzində olacaqsınız və yeni dostlar tapa bilərsiniz.